Bu qadın yol ortasında cütləşmə rəqs edərək evlənmək üçün özünə kişi axtarır. Amma kişilər bunu görək kimi intihar edib özünü öldürürlər. Daha çox insan ölməsin deyə cəmaət bu fövqəladə hadisə yerinə yanğın söndürənlər çağırır. Yanğın söndürənlər suyu fışqırdıb qadını dayandırmağa çalışsa da qadının yanğını sönmək bilmir. Məcbur qalıb qadının olduğu yeri karantin bölgəsi olaraq qeyd edirlər və bütün kişilər qaçaraq oradan uzaqlaşır. 28 yaşına qədəm basmış Julia hələlik şərinə dəyməmiş qonca bir güldür. Gündüz atasının restoranında işləyir, gecələr də boynuzundakı yaşlı qadına baxıb onun kimi qorxuyub evdə qalacağını düşünərək depressiya keçirdi. Julia bir gün restoranda servis etdiyi yaraşıqlı sütür kimi oğlanla göz-gözə gəlir. Aralarında dəhşətli bir çəkim olur. Bu moment atası Julia'nı çağırır. Julia atasına tərəf çönəndə çayniki keçirdir oğlanın başına, qaqaş yıxılır yerə. Geri dönmək istəyəndə qaqaşı yerində görmür, bu oğlanla qaçıb getdiyini düşünərək təzədən depressiyaya düşür. Amma bu dəfə Julia beyninə qoyub, oğlanı əldə etməkdən ötürü özünü dəyişdirməlidir. Hazırlaşıb gedir münasibətlər üzrə mütəxəssis bir doktorun yanına. Doktor bunun orasından burasına baxır, dişinin dibində qalan toyuq qənədini çıxardandan sonra deyir, sənin işin biraz çətindir, amma narahat olma. Və qadını götürüb aparır maşın ustalarının yanına, ustaları başlayır Julia'nın üstündə işləməyə. Laqoma ilə dırnaqlarını kəsib metalik spiklə ilə tüklərini yolurlar. Qadının bədənindən 58 kilo yağı dartıb çıxarandan sonra Julia çevrilib olur zibi. Qadın bundan sonra gedib evlilik proqramına qatılır, o bayaqki oğlan üçün yarışır. Seçmələr kəsilir, geriyə bir dənə Julia qalır. Bunlar otururlar biraz söhbət sayır, sonra bəbəşlə Julia otaqda biraz ləhlülülü eləyirlər, söhbət bağlanıb bunlar olurlar sevgili. Və qadın aparır təzə oğlanını ailəsi ilə tanış eləməyə. Qızın atası başlayır biraz öz anası haqqında danışmağa və vazanı göstərir ki, anamın küllərini burada saxlayırıq. Qaqaş şampanı partladır, qapaq gedir dəyir vazaya, vazanın kişinin anası düşür yerə. Sonra da qaqaş aparır bunları öz ailəsi ilə tanış eləməyə. Qaqaşın atası hamıyla bir-bir görüşür, Julia'ya çatanda zamanlığı yadına düşür. Pöpüşlü görüşdən sonra qudalar otururlar qaplamağa və söhbət gəlir çıxır cinsi münasibətə. Qaqaşın maması Julia'nın mamasından soruşur ki, bəs axırıncı dəfə nə vaxt mərziməyə fırğa vermisiniz? Julia'nın maması deyir ki, çoxdandır mərzimə sat görünən fırıncə toz basıb. Nəysə cütlük toy üçün gün almağa gedəndə buradakı organizator cütlüyü çox bəyənir, deyir sizin toyunuzda bax belə şıdırlı tüvərk eləyəcəm. Oradan da keçinlər bəyin sağdışının yanına. Burada da öyrənirik ki, bəyin sağdışı bəyin keçmiş nişanlısıymış. Şunzəki nəysə bir də bunu öyrənirik ki, qadın bura oğlanın Julia'nın əlindən almağı gəlir. Bunu öyrənəndən sonra Julia'ya sağdış arasında bir boss fight gerçəkləşir, amma axırı nətər qutarır onu göstərmirlər. Nəysə toy günü gəlib çatır, Julia səhər oyanır ki, üzündə bir dənə ləzzətli bir işq çıxır. Kəlpətinlə bir işqi çıxarmağa çalışır, bir işq partlayır Julia'nı uçurdur otağın o bir tərəfinə. Buna nə olar? Bu nəzər üçün oldu. Öbəş digərkənin Julia'nı sağdışı və bir yerdə gözləyərkən sağdış uzaqdan Julia'nı görür, başlayır qaqaşı öpməyə. Julia bunları belə görür, səhv başa düşür, qaqaşı tərik edir. Üstündən bir 6 ay keçir, Julia atasının təkidi ilə başqa bir qaqaşla evlənməyə hazırlaşır. Amma sonra atası nigahı mane olur, toyu dayandırır, Julia'nı göndərir sevdiyi oğlanın yanına. Julia gəlir, çıxır binanın başına, qaqaş liftdən düşür aşağı, sonra Julia binanın təpəsindən düşür oğlanın quzağına, Julia ilə qaqaş evlənirlər. Yaxşı bəylər, gələk o belə qoyduğum şəkilə bilirəm hamınız buna görə girmişsiniz videoya. Amma videonu bəyənin, bəyənməsə göstərməyəcəm. Vay Julia. Neyse Julia ilə qaqaş evləndikdən sonra kino çəkirlər. Bu da o kinodan bir dənə kadrdır. Baxırsınız, təzə bu qədər vaxtınız bəsdir. Neyse, bir də onu deyim ki, kinoda başqa yaxşı filmlərə çoxlu göndərmələr var. Məsələn, bu münasibət doktoru His filminə göndərmədir. Azanın yerə düşməyi Meet the Parents-a, döyüş səhnəsi Kill Bill, bu jurnaldaşı göndərmək The How to Lose a Guy in 10 Days filminədir. King Kong, Min Kong da var, amma nəysə də bu göstərdiyim filmlərin hamısı məsləhətlidir, gedib baxa bilərsiniz. Amma bu kinoya baxmayın, onsuz da hamısını danışdım. Kino da çox dırış kinodur.